Hər vaxtınız xeyir əziz Dalğa FM dinləyiciləri. Dalğanın Kitab Klubunda hər birinizi xoş gördük, xoş eşitdik və elə artıq həftənin cümə günüdür. Saatlar 15-dən keçib. Bu deməkdir ki, biz Kitab Klubunun saatındayıq və sizinlə həmsöhbətik. Bugün də ənənəvi olaraq studiyada tək deyiləm. Qonağım yazıcı, publisist, eyni zamanda Qobustan dərgisinin baş redaktoru Pərvin Nurəliyevadır. Pərvin xanım, xoş gəlmisiniz. Xoş gördük, xoş eşitdik. Salamlayıram mən də sizi də, dinləyicilərimizi də. Bir gəlin bu yerdə dinləyicilərimizə bir sirrin üstünü açaq. Biz sizinlə əslində elə ilk efirimizdə görüşməli idik. Sadəcə olaraq həmin vaxt bir kitabla bağlı tədbirlə üst-üstə düşdüyü üçün biz Pərvin xanımla görüşümüzü məhz elə bugünkü tarixə ertələməli olduq. Bir daha xoş gəlmisiniz Pərvin xanım. Çox sağ olun. Mən qeyd edeyim ki, sizinlə istənilən istiqamətdə rahat şəkildə söhbət etmək fürsətim var. Çünki bir yazıcı və publisistlə, dramaturqla istənilən istiqamətdə rahat danışa bilərik. İstər həyati mövzular olsun, istər yaradıcı mövzular olsun. Amma əlbəttə ki, bir də məsələnin iş tərəfi var. Burada da avtomatik olaraq Qobustan jurnalına toxunmamaq doğru olmazdı. Qobustan jurnalının istərdim ki, bugünkü missiyasına bir balaca nəzər salaq. Xüsusən də sizin rəhbərliyiniz dövründə jurnal hansı ideya ilə cəmiyyətə təsir etməyi hədəfləyir? Təşəkkür edirəm. Mən hesab edirəm ki, Qobustan jurnalı yarandığı gündən artıq böyük missiya ilə yaranmış jurnaldır. Bilirsiniz ki, 60-cı illərdən Sovet rejimində müəyyən bir mülayimləşmə dövrü idi. Yəni Stalinin ölümündən sonra sənətdə də, sənətin bütün yönlərində də bir mülayimləşmə dövrü başlamışdı və həmin dövrdə 60-cı illərdə ədəbiyyatımıza böyük bir nəsil yazıçılar, müəlliflər, şairlər gəldi ki, onlar bir yeniliklə gəldilər. Mən hesab edirəm ki, həmin bu 60-cılar və mülayimləşmə dövrü dalğasının mətbu orqanı hesab etmək olar Qobustan dərgisini və təsəvvür edin ki, mən dərgi ilə bağlı bir sirri də açım ki, buyurun. Baxın, İrfan, siz hesab edin ki, gənc bir perspektivli müəllifsiz və hər kəs sizin əsərlərinizdən danışır, yazılarınızdan danışır və iki seçim var ki, ya siz jurnal yaradacaqsınız, ya da məmur olacaqsınız, hətta nazir müavini səviyyəsində gənc yaşınızdan. Və həmin dövrdə də bax, eynən yazıcı anar üçün belə bir perspektiv açılır. Deyirlər ki, ya sən nazir müavini ola bilərsən, ya da ki, bir maarif və mədəniyyət dərgisi var, almanaxdır daha doğrusu, həmin almanaxın əsasında bir jurnal yarada bilərsən. Və mən hesab edirəm ki, bax, bu yaradıcı beynin, yaradıcılıq arzusunun pik nöqtəsidir ki, gənc öz karyera yüksəlişindən daha çox öz sahəsində yenilik etməyi üstün tutur və beləliklə Qobustan dərgisi yaranır və Qobustan dərgisinin yarandığı gündən iki ciddi missiyasını deyə bilərik ki, birincisi odur ki, millətə öz milli kimliyini anlatmaq. Çünki böyük bir müddət ərzində bu milli kimlik məsələsində boşluqlar yaranmışdı. Bilirsiniz ki, Sovet dövründə türkçülüyümüzü, necəliyimizi, keçmişimizi, dilimizi hansısa mənada bu xovlara salan qanunlar sistemi işləyirdi. Bir də repressiyadan sonraki illəri də bunun üzərinə gəlsə. Hələ üstə gəl, dediyiniz kimi haqlısınız. Repressiya illərinin təsiri məsələləri. Və beləliklə bu elə bir dövr idi ki, həm bu mülayimləşmədən istifadə edən, bax bu yeni ab-havalı, yenilikçi gənclər və başında da təbii ki, yazıcı anar dərgini yaratdılar və Azərbaycan mədəniyyətini həm türk mədəniyyətinin, həm də ümumdünya mədəniyyətinin tərkibi kimi göstərməyə çalışdılar. Biz də artıq müasir vasitələri, deyək ki, dövrümüzün, çağımızın tələblərini nəzərə alaraq həm bu missiyanı davam elətdirməyə çalışırıq, eyni zamanda da oxunaqlı olmağa, maraqlı olmağa, oxucuya çatmağa. Mənə elə gəlir ki, bugün işləyən, çalışan və söz sahibi olan, o mənada ki, yəni işi qələmlə, sözlə bağlı olan istənilən bir müəllifin ən ciddi problemi oxunmaqdır və biz də bax bu problemin üzərində daim çalışırıq ki, Qobustan dərgisi oxunaqlı olsun, onun özünün bir oxucu kütləsi olsun, gənclərlə çalışsın, yeni müəlliflər
ortaya çıxaraq və bu yolda kiçik də olsa, böyük də olsa fərqi yoxdur, addımlamaqda davam edirik. Qonağımız Pərvin xanım da Qobustan dərgisinin baş redaktoru, yazışı, publisist Pərvin Nurəliyeva. Pərvin xanım, baxın, biz Qobustan jurnalının bugünkü missiyasından toxunduq və siz özünüz də orada gənclərə yaradılan şəraitdən, eyni zamanda fürsətlərdən toxundunuz. Amma əlbəttə ki, gələn materiallar üzərində xüsusi həssaslıqla, bir zərgər dəqiqliyi ilə necə deyirlər, həmin o yazılar redaktədən keçir, göz atılır, baxılır, yoxlanılır. Bəs həmin o material seçimi prosesində sizin üçün əsas meyar nə olur? Yeganə və başlıca meyar yazının gözəl olmağıdır, maraqlı olmağıdır, oxunaqlı olmağıdır, yeni nəsə deməyidir, fərqli nəsə deməyidir. Müəllifin o yazıda özünü ifadə etmə məharətidir. Bunların hamısı çox vacib şərtlərdir və əlbəttə ki, mən bu seçimləri təkcə öz üzərimə götürmürəm. Biz Qobustan dərgisində bir komanda olaraq çalışırıq. Bizdə redaksiya heyəti var, müəlliflər komandası var. Bu mənada yəni birgə məsləhətləşərək, danışaraq, yazıları çeşidləyərək o yazıların ən yaxşıları seçilir. Çünki çağdaş zamanda bir qədər bu meyarların bəzən itdiyini də müşahidə edirik və bəzən elə böyük iddialı müəlliflər olur ki, onların gətirdiyi, təqdim etdiyi yazıları dərgidə oxucuya çatdırmağı lazım bilmirik, uyğun bilmirik. Onda da hər halda yəni müəlliflə bir ümumi danışığa gəlib ya yazını dəyişməyini, ya redaktə etməyini, ya daha başqa mövzuda özünü sınamağını təklif edirik. Təbii ki, bu yalnız gənclərə aiddir. Biz isə gələk həmin o məsələyə ki, mən yazımı dəyişmirəm, mənim yazım idealdır və kifayət qədər də yaxşı yazmışam. Siz bu yazını dərc etməlisiniz. Etmirsinizsə etməyin, mən bu yazımı götürüb gedirəm. Sizin tövsiyələrinizə, eyni zamanda hər hansı bir tapşırıqlarınıza da əməl etmirəm. Belə olanda necə dil tapırsınız onların? Bu Olur da artıq yəqin müəllifin belələri. şəxsi seçimidir. Yəni müasir dünyada məncə yaxşı müəllifin özünü təqdim etməsi üçün, öz əsərini, öz gördüyü işi oxucuya çatdırması üçün heç bir maneə yoxdur. Əgər bu gün adi bir məsələn kitab bloqeri belə yaxud başqa sosial şəbəkədə özünün şəxsi bloqunu aparan insanlar belə öz gördüyü işi çox rahatlıqla təqdim edə bilərsə, reklam edə bilərsə, göstərə bilərsə, onların mən hesab edirəm ki, dərgilərdən və baş redaktordan ələxüsus heç bir asılılığı yoxdur və bu müəllifin öz şəxsi seçimidir. Amma müəllif sevdiyimiz müəllifdirsə və o yazını mən maraqlıyam ki, yaxşı yazı mənim dərgimin səhifəsində, bizim dərginin səhifəsində oxucuya çatsın və bu mövzuda yəni hər cür dil tapmağa çalışırıq. Bir sözlə əsl yazı adamı həmin o tövsiyələrə, eyni zamanda məsləhətlərə qarşılıqlı şəkildə əlbəttə ki, dinləməyi bacarır. Əlbəttə dinləməyi bacarır. Məsələn, bizim müəlliflərin içərisindən baxın, indi dekabrda bizim qış sayımız çapa hazırlanır və çap olunacaq. Elə gənc müəlliflər olub ki, mən hər dəfə hansı bir yazını gətirəndə, məqaləsini təqdim eləyəndə, ya essesini təqdim eləyəndə demişəm ki, yox bu o deyil və çox sevdiyim bir müəllif var. Elə buradan da ona salamlarımı çatdırıram. Bu sayımızda onun yazısı çıxacaq. Özləm adlı bir gənc xanımdır. Məncə başqa heç yerdə də çap olunmur. Qobustan dərgisindən başqa. Biz də salamlayırıq Özləm xanımı. Və mənə bir söz dedi, məsələn, o mənim həmişə yadımdadır. O dedi ki, sizin xoşunuza gələnə qədər yazacağam. Mən hesab edirəm ki, bu bir gənc insan üçün, bir gənc qələm sahibi üçün çox ciddi bir xarakter elementidir. Hədəfi var O artıq. özü üçün, əlbəttə, o özü üçün, deyək ki, indi o yaş kateqoriyası üçün də bu çox təbii bir haldır. Kimisə ideallaşdırır, hansı müəllifi sevir, hansı uğur qazanmış bir xanımı özünə kumir seçir və s. Yəni, bir də indi mənə olan bir şəxsi münasibətindən də, sevgisindən də irəli gələn hədəfi yaranıb və mənə deyəndə ki, sizin xoşunuza gələnə qədər yazacağam, mən artıq o yerdə yəni tam tərk silah oluram və fikirləşirəm ki, maksimum bu adama kömək edib, məsləhətlər verib, danışıb, dəfələrlə dəvət etmişəm, oturub söhbətlər eləmişik və s. danışıb o hala, yəni dərgidə çap olunmaq səviyyəsinə çatdırmaq lazımdır bu gənci. Əslində o ifadə həmin o yazıçının, yazarın, gəncin öz hədəfi olduğu qədər sizin üzərinizə də bir yetəri qədər məsuliyyət qoyub. Mən bir
pedaqoq kimi, yəni mən bu il artıq 10 ildən çoxdur, 15 ilə yaxındır ki, mən pedaqoji universitetdə dərs deyirəm və bu illər ərzində nəsil-nəsil gəncləri, hər il 100-dən çox yeni gənclə tanış oluram və bu cür üsyankarlıq da, hədəf qoyub müəllimdən yaxud da fərqi yoxdur, baş redaktordan bunun cavabını tələb etmək də məni əslində xeyli dərəcədə sevindirir, şənləndirir. Mən onlara biraz acıq da belə də ərköyün uşaq kimi baxıram. Mən fikirləşirəm ki, o necə ki uşaq tutduğunu buraxmır və deyir ki, yox bu olacaq, mənim olmalıdır. Əslində hər kəsin içində o balaca uşaq olmalıdır. Daha doğrusu hər kəsin içində iki adam olmalıdır. Bir balaca uşaq, hansı ki o daim tələb eləyir və hədəf qoyur. İkinci isə o uşağın arzularını yerinə yetirməyə hazır olan böyük, yetkin insan. Məsələn, bugün sizin daxilinizdə iki insan varsa, biri o birisinin arzularını dinləyirsə, onun şıltaqlığına da, nə bilim, hansısa hədəflərinə də sakit baxırsa, bunu yerinə yetirmək üçün kömək eləməyə çalışırsa, bax bu doğrudan da çox ciddi bir hədəfə doğru addımlamaq üçün üsuldur. Maraqlı yanaşmanız var. Əslində siz dedikcə düşünürəm, belə hər birimizin içində ani bir epizod yaşanır ki, deyirik ki, içimizdəki o uşaqlıq üzə çıxır. Bir qədər əvvəl yaxşı yazı tapmaq məqamına toxundunuz. Mən istərdim ki, oxucunu düşündürən, yeniləyən, eyni zamanda estetik zövq verən mətnləri necə seçirsiniz sualına da sizdən cavab alaq. Bu fərqli deməli yollarla olur. Birinci oradan başlayaq ki, mənim redaktor kimi Qobustan dərgisində etdiyim bir yol, yenilik ondan ibarət ki, biz konseptual sayılar buraxmağa başladıq. Məsələn, mən görəndə ki, muzeylərə gənclərin marağı azalıb, yaxud da çox azdır muzeylərə gedən. Məsələn, muzeylərlə bağlı mənim özümün bir layihəm var idi ki, hər həftənin ikinci günü oğlumla bərabər şəhərin müxtəlif muzeylərinə gedirdik və öz sosial şəbəkə hesabında bunu paylaşırdım. Və gedəndə görürdüm ki, muzeylər boşdur və baş redaktor olanda bu hədəfi qoydum ki, biz ayrıca muzeylər özəl sayı etdik. Artıq muzeylər özəl sayı ediriksə, biz araşdırırıq ki, bu mövzu üzrə mütəxəssislər kimlərdir və o mütəxəssislərin içərisində məsələn bəzən olur ki, çox yaşlı, artıq özü üçün karyerasını bitirmiş bir müəlliflər də olur ki, artıq təqaüdə çıxıb evdədir, heç yazmaq fikri də yoxdur. Elə adamların da məsələn evinə getmişik, xahiş etmişik, məcbur etmişik, hər cür necə deyim, yolla dil tapmağa çalışmışıq ki, bizə yazı verin. Var belə müəlliflər. Mən tək razı salmağa çalışmısınız. Bəli, hə, yəni ki, adam artıq istəmir yazmaq, işləmək istəmir, yaşlı bir adam. Bu da var. İkinci də olur ki, məsələn, həmin mövzu üzrə deyirlər ki, bir gənc var, məsələn, bir də sosial şəbəkədə araşdırma aparırıq. Bir gənc var, amma əyalətdə yaşayır. Biz onunla da dil tapmağa çalışmışıq ki, bax, məsələn, sən əyalətdə yaşayırsan, biz də muzeylər özəl sayı edirik və xahiş edirik ki, ged o əyalətindəki tarix-diyarşünaslıq muzeyi haqqında bir material hazırla, ver bizə və s. Bunu da edirik. Sonra təbii ki, uzun illərdir ədəb mühitdə olan adam üçün çevrəmiz genişdir. Hansı müəllifin nə yazacağını yaxşı bilirik və məsələn, deyək ki, yaxşı başa düşürük ki, əgər Füzuli ilə bağlı bir material verilməlidirsə, ölkədən yaxşı Füzulişünas kimdir? Yaxud da müasir ədəbiyyatla bağlı, müasir incəsənətlə bağlı bir material verilməlidirsə, bunun mütəxəssisi kimdir? Və bu şəkildə, yəni ilk buraxdığım sayılarda müəllif problemlərimiz var idi, amma zaman keçdikcə həm dərginin əlaqələri genişlənir, həm də bizim daha çox da konseptual sayılarımız vasitəsilə yeni tanışlıqlarımız üzə çıxır. Məsələn, bu sayımızı, növbəti sayımızı mən sizə də, dinləyicilərimizə də çox tövsiyə edirəm ki, oxusunlar. Tam fərqli və yeni müəlliflər yəni ortaya çıxarmış. Yeni imzalar var deyirsiniz. Bəli. Pərvin, komandanızın sayı çoxdurmu? 12-13 nəfərik belə. Çox deyilik. Əslində biz bir çox sahələrdə bu istiqamətdə müqayisə apara bilərik. Bəzi belə deyim, inkişaf etmiş ölkələr, daha çox da bu qərb ölkələrinə şamil edə bilərik. Hansısa bir işin ərsəyə gəlməsində baxırıq ki, onlarda ən azı bir 50 nəfər və ya ki 100 nəfər əlbəttə. böyük bir komanda çalışır. Bəli. Bizdə isə yəni günümüzün reallığı budur ki, say bir neçə dəfə aşağıdır, ya daha azdır. Xeyli azdır. Əslində bu xeyli azdır dediyimiz nüans. Bu qədər az insanla biz əgər belə keyfiyyətli işi ortaya qoyuruqsa, görün indi sayımız çox olsa biz nə qədər iş ortaya Sizin qoyarıq. sözünüzə qüvvət. Mənim sevdiyim bir Rus kitab blogeri var, Jarinov.
İstəsəniz onun səhifəsində sizə tövsiyə edirəm. Çox maraqlı. Yəni məsələn deyək ki, Dostoyevskinin Cinayət və Cəzası haqqında vloqu, yaxud da ki, o paylaşımını, podkastını film kimi çəkir də. Yəni orada özü gəlir, Raskolnikov obrazına girir, balta əlində oradan çıxır, amma birdən başlayır çox ciddi bir ədəbiyyatşünas kimi danışmağa, tənqidçi kimi danışmağa və mən buna baxıb mən özüm üçün hesab edirəm ki, ən böyük xoşbəxtliyim paxıllıq duyğusuna qalib gəlməyimdir. Heç vaxt heç kəsə paxıllıq eləmirəm. Mən buna baxıb belə bir bəmbəyaz bir həsədlə baxırdım ki, adam bunu necə eləyir və s. Qibtə etməyi bilmirsən. Bəli, buna böyük bir necə deyim də belə həsədlə baxırdım ki, adam bunu necə eləyir? Yəni bu qədər bədii bir şəkildə kitabı təqdim edir. Öyrənə bildiniz, yəni komandası nə qədərdir həmin o şəxsin? İnanırsınız bir bayram ərəfəsində o son videosunu çəkmişdi və o videoda birdən dayanıb belə yağışın altında birdən deyir ki, hə bəs mən bütün izləyicilərimi təbrik edirəm yeni il münasibətilə falan. İndi isə bütün komanda gəlsin və orada bir 40 nəfərlik komanda. Yəni söhbət bloqdan gedir, bir jurnaldan falandan getmir. Sadəcə bloqdan gedir. Bir 40 nəfərlik komanda oradan çəkilib gəlib bunun arxasında düzüləndə mən öz-özümə fikirləşdim ki, yəni bu artıq bütün sualların cavabıdır. Bu hansı mərhələdir görəsən? Bütün sualların cavabıdır ki, yəni insan yəni tək görünür bu işin arxasında və təbii ki, onun şəxsi intellekti, zövqü və s. rol oynayır. Amma elə işlər var ki, onu ya kitab bloqeri özü, ya baş redaktor özü, ya yazıcı özü etməməlidir. Böyük bir komanda olmalıdır. Asta-asta Azərbaycanda da inanıram ki, yaranacaq bu komanda işi. Əslində hər bir uğurlu işin arxasında komanda durur. Bu böyük komanda da ola bilər, kiçik komanda da ola bilər, amma heç bir fərdi şəkildə uğur qazanmır. Təbii. Hətta biz buna tarixi şəxsiyyətlərimizdən tutmuş, ən istedadlı insanlarımıza qədər bu nümunənin üzərinə gələ bilərik. Çünki onlar doğru komanda işləməyi bacarıblar və yekunda da bir nəticəni əldə ediblər. Bugünkü Azərbaycan oxucusunun zövqünün dəyişməsi ilə bağlı bir çox fikirlər rast gəlirik. Müsbətə dəyişib deyənlər də var, əksinə zövqlər korlanıb deyənlər də var. Bu istiqamət bir yana, mən istərdim ki, oxucu kütləsinin mövzu seçimi, maraq dairəsi əvvəlki illərlə müqayisədə hansı istiqamətdə formalaşır? Siz bu barədə nə düşünürsünüz? Məncə motivasiya ədəbiyyatı bütün təkcə Azərbaycanda yox, bütün dünyada bütün kitab reytinqlərini üstələyib artıq. Yəni motivasiya ədəbiyyatı, psixologiya ilə, insanın şəxsi inkişafı ilə bağlı kitablar bütün reytinqlərdə ilk sıraları tuturlar. Bütün dünyada bu problem var. Türkiyənin özündə də illərlə. Niyə? Nə baş verib? Nə dəyişib insanlar arasında? Mənə elə gəlir ki, çağdaş insan texnika əsridir və çağdaş insan hədəfə tez çatmaq iddiasındadır. Yəni texniki tərəqqinin sayəsində əgər əvvəllər daha çətin idisə müəyyən bir yolu keçmək, indi texniki tərəqqinin sayəsində bütün deyək ki, uzun yollar daha qısa olub. Və bu mənada insanda bir təsəvvür və mən səmimi şəkildə deyirəm ki, ardıcıl oxucu kimi bunu deyirəm ki, bu yanlış təsəvvürdür əslində. Formalaşıb ki, məsələn, mənim inandığım bir müəllif o bir motivasiya ədəbiyyatı yazıbsa və o motivasiya ədəbiyyatının içərisində tək-tək kiçik-kiçik informasiyalar verirsə, mən bunu oxuyacağam, bu mənə bəsdir və mən onun uğur hekayəsindən bəhrələnmiş olacağam. Mən düşünürəm ki, bu hədəfə tez çatmaq, az zəhmət çəkməklə daha böyük informasiya almaq arzusudur. Daha az vaxt itirim. Mərəzidir bəlkə əslində. Daha az vaxt itirim, daha çox məlumat əldə edim. Bu əslində müəyyən mənada sosial şəbəkələrə xas bir xüsusiyyətdir. Görünür ki, sosial şəbəkələrin o xüsusiyyəti də bizim necə də xasiyyətimizə də sirayət edir. Təbii ki, əlbəttə ki, təbii ki. Necə ki siz xatırlayırsınız, bizim uşaqlıq vaxtımızda pultlu televizorlar yox idi və evin pultu deyək ki, funksiyasını yumruqla işləyən televizorlar var. Bəli, ən balaca uşaq yerinə yetirirdi. Amma zaman keçəndən sonra indi heç kəsin heç ağlına da gələ bilməz ki, durub gedib cihazın üzərində nə isə eləsin və ən azı artıq pulta da ehtiyac yoxdur. Artıq pulta da ehtiyac. Telefon vasitəsilə. Telefonlardan, bəli, haqlısınız. Telefonlardan idarə edilir və bu mövzuda təbii ki, yəni sosial şəbəkə siz
dediyiniz kimi müasir insanı tərbiyə eləyir, dəyişir, çox dəyişir. Məsələn, mən indi hal-hazırda videoqrafiya dərsləri alıram, mobiloqrafiya dərsləri alıram və deyəndə ki, mən kitabı təqdim etmək üçün həm də SMM dərsləri alıram ki, bunu necə təqdim edim. Yəni öz bir hədəflərimdən biri biliklərimi müasir izləyicinin zövqünə uyğunlaşdırıb təqdim etməkdir. Və bunu deyəndə, məsələn, mənim müəllimim mənə deyir ki, mən deyirəm ki, bəli, bu çox çətin məsələdir ki, açıqlama qismini Azərbaycanda oxumurlar. Mən amma fikirləşirəm ki, videoda elə bir mövzu ortaya qoyum ki, insan maraqlansın və oxumaq istəsin onu. O çox böyük belə məyusluq içində mənə cavab verir. Pərin xanım, onsuz da oxumayacaqlar. Yəni siz hədəfiniz olmalıdır ki, 20-30 saniyənin içində sözünüzü deyin, bitirin. Əslində ilk 3 saniyə ərzində izləyicini saxlamaq birinci missiyadır. Maksimum 30 saniyə ərzində isə demək istədiklərini, yəni müəyyən mənada çatdırıb deməlisən. Onu keçəndən sonra statistik rəqəmlərə də baxırsan ki, 10 saniyədən sonra videonun baxış sayı, yəni düşüb aşağı. Bəli, sizin də ona da fikir verin ki, sualınıza qayıdıb deyirəm ki, bu cür hövsələsizlik nümayiş etdirən izləyici gedib Tolstoyun Hərb və Sülhünü oxumayacaq axı. Yəni bu ilk növbədə o mütaliə vərdişi insanın özü ilə təkbətək qalmaq bacarığından gəlir. İnsan özü ilə təkbətək qalmağı bacarırsa, bunu uzun müddət bacarırsa və bu kitaba fokuslana bilirsə, o sosiallıqdan qopa bilirsə, onda nəticə verir bu. İnsan axı bunu etməyəcək və etmir. Əgər ki, texnologiyanın inkişafı bizə müəyyən mənada tələskənlik, hər şey çox rahatlıqla əl çatsın, bütün bu detallar varsa, o zaman bizim oxuma vərdişimizin azalmasına bu ciddi təsir edir. Təbii ki, əlbəttə, ciddi təsir edir və hövsələmiz çatmır kiçik həcmli, məsələn, nəşriyyatlar artıq məcburdular. Mən bir neçə gün öncə müxtəlif kitab mağazalarını gəzdim və baxdım ümumi mənzərəyə. Nəşriyyatlar artıq məcburdular ki, ən sevilən müəlliflərin ən kiçik həcmli kitab əsərlərini ayrıca kitab şəklində çap eləsinlər. Məsələn, əvvəlki dövrlərdə necə idi? Elə dediyimiz Tolstoyun, yaxud da Azərbaycan ədəbiyyatına Mirzə Cəlil Məmmədquluzadənin hekayələri bütöv bir kitab halında çap olunurdu və oxucu onu alıb oradan nə istəyirsə onu oxuyurdu. İndi isə nəşriyyatlar məcburdular ki, məsələn, poçt qutusunu da ayrıca bir kitab etsinlər və oxucu gələndə o həcm onu qorxutmasın. Yəni böyük qalın kitab görsə ondan qorxacaq, istəməyəcək. O həcm onu qorxutmasın. Amma burada Pərvin xanım, mən bir detala da toxunmaya bilmərəm. Baxın, biz demək olar ki, hər gün harasa tələsirik. Səhər çıxırıq, işə gedirik, işdən çıxıb işə gedirik, o işdən də çıxıb sonra evə gəlirik. Yəni demək olar ki, günümüzün bəlli bir hissəsini biz yolda, yəni zamanımızın bəlli bir hissəsini yolda keçiririk. Bu vacibdir, eyni zamanda günün reallığıdır. Bəlkə də həmin o nazik kitablar yolda bizim oxumağımız üçün əlverişlidir. Çünki qalın kitabla, baxın, biz bir qədər əvvəl Hərb və Sülhü dedikdə, ən yaxşı halda bir kitab şəklində düzdür nəşr olunur, amma o boyda kitabı nəinki yolda daşımaq, evdə belə əlində saxlayanda bəlli bir vaxtdan sonra yorulursan. Düzdür, dünya ədəbiyyatının klassikləri seriyasında səhv etmirəmsə 2 kitabdan ibarət idi, ya 3 kitab olmalıydı. Ola bilər burada bir balaca səhv edim, amma 2 kitabla da götürsək, orada belə qalın kitablardır. Amma hekayələr hissəsi əslində bizim üçün o cib kitabı rolunu oynayır və o çox yaxşıdır. Yolda gedə-gedə biz, məsələn, gedirsən, metroda gedirsən və yaxud da ki, avtobusda gedirsən, telefonda nəyəsə baxırsan, öz yerin, amma bəlli bir vaxtda yorulursan. O cür kitabları oxumaqla, cib kitablarına, kiçik hekayələr oxumaqla ən azından nəsə oxuyuruq və ətrafda nümunə oluruq. Bu nümunəni də mən əbəs yerə çəkmirəm, çünki növbəti sualıma bir balaca istəyirəm ki, buradan incə bir keçid edim. Maarifçilik ənənəsi sizcə bizdə necə davam edir və ən əsası bir yazıcı, publisist kimi sizin fikirləriniz mənə maraqlıdır ki, bugün maarifçilik dedikdə kimlərin üzərinə böyük məsuliyyət düşür? Bu pedaqoqlarındırmı, müəllimlərindimi, medianın, yazıcının, yoxsa hər bir fərdin? Məncə hər bir fərdin maarifçilik yəni özünün fərqində olan, son illərdə dünyada bir yeni termin var, fərqindəlik. Yəni bu fərqindəlik şəxsiyyətin formalaşması üçün çox ciddi bir tələbdir. İnsan özünün fərqindədirsə, o heç vaxt göz yummamalıdır nadanlığa, savadsızlığa
ədalətsizliyə və bu mənada olduğumuz hər yerdə əgər bu gün zamanında hardasa bir hadisə baş veribsə, mütləq ya kimisə çağırmalıdılar, gəlib reportyorlar bunu çəkməli idi, göstərməli idi, işıqlandırmalı idi. Bu gün elə dediyimiz texnika əsrində hər kəs xəbərçi ola bilir. Və mən bu xəbərçi sözünü yaxşı mənada təbii ki işlədirəm və bu mənada maarifçilik hər kəsin missiyasıdır və maarifçilik insanın özündən başlamalıdır ilk növbədə. Mən siz dedikdə burada özünü gərək sən maarifləndirəsən. Əlbəttə, ilk növbədə özündən başlamalıdır və o dediyiniz cib kitabları, yolda oxunan kitablar və s. bunların hamısı elə kiçik bir reklam hesab oluna bilər. Çox gözəl, bu da maarifçiliyin bir üsuludur. Amma yalnız bu cib kitabları və yolda oxunan kitablarla şəxsiyyətin formalaşması çətin məsələdir. Yəni insan ilk növbədə bu kiçik hədəflərdən, bu kiçik oxu vərdişlərindən istifadə edib özü ilə sistemli məşğul olmağı bacarmalıdır. Bu halda yəni uğur və fərqlilik, bu halda olduğun ortamda seçilmək, olduğun yerdə başqa adam olmaq və eyni zamanda da mən hesab edirəm ki, xoşbəxtlik bu adamlar üçün əl çatandır. O hansı ki oxuyur, özünün və cəmiyyətin fərqindədir, dünyaya niyə gəlib bunu başa düşür, öz milli kimliyini dərk eləyir və bu belə olan halda insan çox sakit və təmkinli olur. Ağayana baxır dünyaya və onun üçün xoşbəxtlik daha əl çatan olur. Əminəm ki, sizə də bu sualı veriblər ki, mən kitab oxumaq istəyirəm, amma hövsələm çatmır kitabın üstündə oturub oxumağa və yaxud da ki, vaxt tapa bilmirəm. Necə edim ki, mən kitab oxumağa başlayım? Bu həvəsi özümdə yaradım. Əminəm ki, sizə də bu sualı veriblər. Hər il yüzlərlə gənci mən mütaliəyə gətirirəm. Çünki hər il pedaqoji universitetdə yeni bir qruplar gəlir və onlara dərs deyirəm və auditoriyaya girdiyim andan məqsəd yalnız ədəbiyyatı sevdirmək və o tələbəni oxucuya çevirmək, onu mütaliəyə, kitaba gətirmək olur və bunun üçün çoxlu üsullar var. Mən hesab edirəm ki, kitab oxumaq istəyirəm, amma bu məndə alınmır, baş tutmur. Bir xeyli dərəcədə bu özünü disiplinli bir adam kimi yetişdirməklə bağlıdır. Ona görə həmin o suallara mənim cavabım bir fərqli olur. Mən deyirəm ki, özünüzü vaxt olaraq yox, səhifə olaraq özünüzü kökləyin. Məsələn, sənin işin çoxdur, amma İstər yatmamışdan əvvəl, istər necə ki sən acanda səhər yeməyi yemirsən, bilirsən ki, yəni bu sən nahar etməlisən, səhər yeməyi yeməlisən. Özünə bir şərt qoy ki, başda bir səhifədən. Bunu bir müddət sonra 3 səhifəyə qaldıracaqsan. Zaten sən oxuduqca, əgər orada sujet xətti, burada da daha çox mən kiçik hekayələri tövsiyə edirəm ki, sən sujet xətti səni çəkdisə, sən onsuz da bir səhifə ilə kifayətlənməyəcəksən. Baxım görüm bunun ardında hansı hadisə baş verdi, getdiyi yerdə nəticə necə oldu. Bu bəlli bir müddətdən sonra 3 səhifəyə qalxacaq, 5 səhifəyə qalxacaq, 10 səhifəyə qalxacaq və müəyyən mənada əvvəldə məcburiyyət olsa belə ki, biz övladlarımızdan da bunu görürük ki, onlar məsələn məktəbə gedəndə dərs oxumağı yox, daha çox oynamağa, əylənməyə meyilli olurlar, amma biz deyirik ki, sən dərslərini oxumalısan. Bu sanki elə böyüdükdən sonra da bizim o içimizdəki uşaqda bu xüsusiyyət qalır. Bir məcburiyyət olur. Kitab oxumaqdan gedir söhbət. Həmin o məcburiyyətin vərdişə çevrildiyi bir mərhələ olur. Amma məcburiyyətin vərdişə çevrildiyi bir mərhələ ki, hər gün bir kitab oxumaq vərdişində özünü formalaşdırırsan, mən düşünürəm ki, bu proses vərdişlə bitmir. Prosesin ali bir mərhələsi də var. Təbii. Bu isə artıq təbii ehtiyacdır. Əlbəttə, təbii. Necə ki biz susuzlayanda, suya ehtiyac duyanda gedib bir stəkan su içirik. Eyni zamanda bizim də hər gün kitab oxumağa o cür ehtiyacımız olmalıdır. Ola bilər səhifə fərqli olsun, say dəyişə də bilər, amma hər gün nəsə oxumalısan. Keyfiyyətli nəsə oxumalısan. Bütün insana faydalı olan işlər kimi. Yəni insan əslində təbiət etibarilə çox belə özünü zəhmətə vermək istəməyən, hətta biraz da dərinə gedib deyə bilərik ki, insan təbiət etibarilə tənbəl varlıqdır. İnsana toxunmasa heç kəs, ondan heç nə tələb etməsələr, o deyək ki, o həyatın rutininin içərisində hansısa hərəkətləri, ardıcıl işi və s. etməyə məcbur olmasa, heç nə etməz insan. Yəni heç bir yeniliyə, heç bir özünü zəhmətə alışdırmağa cəhd göstərməz. Bu ilk növbədə bütün insan üçün faydalı işlərin
bir davamı, ardı kimi olmalıdır? Necə ki deyirlər, hər gün bu qədər addım at, bunun orqanizmə faydası Sağlamlığınız var. üçün bəli. Hər gün siz dediyiniz kimi su iç, bunun sağlamlığa faydası var. Hər gün sağlam qidalan, idmanla məşğul və s. Bax, bunların hamısı insan bunu bir anlıq başa düşməlidir ki, beynin də məşqlərə ehtiyacı var və bütün insanın ovqatı, hormonal fonu, bütün necə deyim, davranışları, həyat tərzi bax bu beynin halından, vəziyyətindən asılıdır ki, bunun da əsas qida verən mənbəyi kitabdır, emosional zövqdür, estetik zövqdür və bunu yalnız sənətdən almaq olar, ayrı heç bir şeydən. Bir çox hallarda qida dedikdə biz düşünürük ki, ancaq yediyimiz, mədəmizə ötürdüyümüz nəzərdə tutulur, amma məsələnin mənəvi qidadan əlbəttə, gedir. təbii ki, Pərvin xanım, mən istərdim ki, biz bir qədər əvvəl dediyim kimi Qobustan jurnalından, dərgisindən danışdıq, eyni zamanda maarifçilik missiyasından danışdıq, amma sizin yaradıcılığınıza bir balaca işıq tutaq, nəzər salaq. Sizi yazmağa nə sövq edir? Bir mövzunun yazıya çevrilməsi üçün sizdə hansı emosiya və ya intellektual qığılcım yaranmalıdır, baş verməlidir? Bu fərqli səbəblərdən və fərqli deyək ki, hansısa impulsdan ola bilər. Bəzən olur ki, bu bir hədəf olur. Məsələn, mənim qadın olmaq layihəm var idi. Böyük dünyanın tarixində, sənətin tarixində böyük rol oynamış, özünə məxsus yeri olan kişilərin həyatında bir rol oynayan xanımlar, onların haqqında ardıcıl yazılar yazırdım. Bu artıq layihədir və mənim üçün bu hədəfdir və bu mövzuda hər həftə araşdırmalar aparıb yeni yazılarımı yazıb mətbuat vasitəsilə oxucuya təqdim eləyirdim. Yaxud da bəzən də ola bilər ki, əgər teatrla işləyirəmsə, teatrın sifarişi ola bilər. Mən bilirsiniz ki, pyeslərim həm uşaqlar üçün, həm böyüklər üçün, həm ölkə teatrında, həm Türkiyədə, Gürcüstanda, hal-hazırda Daşkənddə pyesim səhnəyə qoyulur. Azərbaycan əyalətlərində qoyulub pyeslərim həm uşaqlar üçün, həm böyüklər üçün. Bölgə teatrlarında da var. Bəli, var. Hal-hazırda Şəkidə bir tamaşam var. Qusar teatrında qoyulub, Mingəçevir teatrında qoyulub, Lənkəranda qoyulub, bölgə teatrlarında da qoyulub. Yəni bu bir də ola bilər ki, teatrın sifarişi ilə ola bilər. Məsələn, mən Dəcəl keçib pyesimi Gənc Tamaşaçılar Teatrının sifarişi ilə yazdım. Uşaqlar üçün belə bir qədər nağıllara dayanan pyes istəyirdilər. Yaxud da Cırt Danilo pyesimi rejissor Elşad Rəhimzadənin Səhv etmirəmsə bu yaxınlarda gənc rejissor Ayla Osmanova ilə də bir işbirliyiniz olmalı idi. Hə, bugün geri gəlmişkən həmin tamaşanın nümayişi var Gənc Tamaşaçılar Teatrında. Saat neçədə? Məndə Ağlama saat 19:00-da teatrın kiçik zalında. Bax belə bir tərəfdən ola bilər ki, bu müəyyən bir layihə və təklif çərçivəsində olsun. Mən özümü bu mövzuya ayarlayım, kökləyim və bu mövzuda yazım. Amma deyək ki, hekayələr, povestlər və daha iri həcmli, özümün sadəcə düşündüyüm ssenarilər, pyeslər, bunlar da var ki, onlar bəzən özümün belə anlamadığım, bilmədiyim səbəblərdən ortaya çıxır. Kiçik bir detal, kiçik bir müşahidə etdiyim hansısa hadisə, olay tam əks istiqamətdə apara bilər və başqa bir mətn ortaya çıxa bilər və bununla bağlı çoxlu hadisələr də var ki, özümü belə təəccübləndirib ki, mən başqa bir şey, məsələn, mənim Kəfən Pulu hekayəm var. Mən həmin hekayəni çox hədsiz, qəmli, kədərli bir hekayə kimi nəzərdə tutmuşdum ki, insan özü üçün kəfən pulu toplayır, amma nəticədə bu kəfən pulu kimisə təhsil haqqına ödənir. Yəni mənim ilkin olaraq ideyam bundan ibarət idi ki, insanın dar günü üçün, ölümü üçün topladığı pul əslində yaxşı bir işə, gələcəyə, parlaq bir gələcəyə, işıqlı bir gələcəyə sərf olundu və bu cür deyək ki, həm də adamın özünün o hüznü, kədəri, ölümü gözləməyi, ölümü gözləyən adamın ovqatı, bunu yazmağa çalışırdım. Amma son dərəcə məsələn təkcə bir dənə qadının dərziyə, qəhrəmanımın dərziyə getmək məqamına çatanda mənim o genlərimdən gələn hardasa yumor hissi ortaya çıxdı və çox məzəli bir
hekayə ortaya çıxdı. Yəni məzəli bir ovqat çıxdı ortaya. Biz sizə uğurlar arzu edirik. Təşəkkür Həm edirəm. şəxsiyyətinizdə, həm yaradıcılığınızda bol Çox sağ uğurlarınız olun. olsun. Eyni zamanda Qobustan dərgisinin komandasına da eyni zamanda uğurlar arzu edirik Çox sağ və ən olun, əsası təşəkkür edirəm. yazıb yaratmaq davam etsin deyirik. Təşəkkür edirik bu bir saat ərzində bizimlə həmsöhbət olduğunuz üçün. Sağ olun.